Deyir ki istimavla, anke azadet konet. Gözəlliyə bax. Ki istimavla, anke azadet konet. Deyir, ağa kimdir? O ki səni azad edir. Ağada, ağa yəni sən də qulsan da, hə? Mənfi də ikisi də. Deyir ki, ağa kimdir? O ki səni azad edir. Sən onu ona görə sevirsən ki, o səni kölə eləmir. Sən deyirsən, mən sənin qulunam. O deyir ki, sən azadsan. Qul ol ki, azad olasan. Bu yeganə qulluqdur ki, adam azad edir. Onun üçün nəinki deyir, İslamda azadlıq var, azadlıq o qədər mühümdür ki, Hüseyin səni azad eləmək üçün canından keçir. Sənin azadlığın İmam Hüseyin üçün o qədər mühümdür ki, canını verir tək sən azad olasan. Biz yəni azadlıq var. Aşura gecəsi demir ki, gedin. Yəni, birdən şəriət sizə mane olar, ondan da azad edirəm sizi. Yəni, beyyətimi üzərinizdən götürür. Şəriətdən azad edir. Birdən cənnət, cəhənnəm mövzusu sizə mane olar, mən sizdən razıyam. Yəni, cənnətə gedəcəksiniz. Görün, hara qaldırır? Yəni, azadlığın hansı nöqtəsidir? Şəriətdən azad edir. Yəni, şəriət səni təqib eləmir. Mən beyyətim üzərindən götürdüm. Cənnət, cəhənnəm qorxusu ilə qalarsansa, mən səndən razıyam. Hüseyin şəhadət verir, mən səndən razıyam. Qiyamətdə səni saxlayıb soruşan olmayacaq, niyə qoyub getdin? Qiyamətdən də azad edir, cənnət, cəhənnəmdən də. Baxırsınız, azadlığın belə mərtəbəsi hansı məktəbdə var?